94-cü ildə Füzuli rayon istiqamətində 20 kəndin və bir qəsəbənin, eyni zamanda da Cəbrayıl rayonu ərazisində Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayan zəfərimiz ta antiterror əməliyyatları ilə qələbəmizin ümumilikdə başa çatması ilə nəticələndi və Azərbaycan ərazisində separatizm tamamilə yox edildi. 16-cı ilin aprel döyüşlərinə qədər biz ara sıra xüsusi əməliyyatlar keçirirdik. Amma bunlar xüsusi əməliyyat olduğuna görə düşmənə bir mesaj vermək məqsədi daşıyırdı. Sizin nələr gözləyir? Bunun geniş miqyaslı bir repetisiyasını aprel döyüşləri təşkil edirdi. Diqqət eləyin, Goranboy, Tərtər və Cəbrayıl istiqamətində yüksəklikləri götürdük. Bu yüksəklikləri qısaca desək ki, hamı üçün aydın olsun, növbəti əks hücum əməliyyatları üçün bir plazdarmlar idi. Yəni, düzənlik ərazidən üzü dağlara doğru hücum edən əskər düşmən atəşi üçün həssas olur. Yəni, onun qorunmasını təmin edən təbii relyef və yaxud da yüksəkliklər olmadığına görə o daima atəş altında qala bilir. Amma Cəbrayıl istiqamətindəki Lələtəpə, Tərtər istiqamətində, daha doğrusu Ağdərə indi burada düşməyib, Ağdərə istiqamətindəki o Talış kəndi ətrafındakı yüksəkliklər, bir də burada diqqət etsəniz, Goranboy istiqamətində orada Gürüstan ətrafındakı bəzi yüksəkliklər aprel döyüşlərində azad edildi və bu yüksəkliklər əlavə, daha əvvəl Elmar müəllim də dedi, günlük döyüşlərində biz burada da bir Qızılqaya və Xunutdağ yüksəkliklərini azad etdik. Bu nə demək idi? Birincisi, Azərbaycanın Ermənistanla sərhəddə hərbi hədəfləri yoxdur. Bu bir. İkincisi, Azərbaycan yalnız Qarabağ istiqamətində işğal altında olan ərazilərini azad etmək üçün plazdarmlar hazırlayır. Ermənistan tərəfi bunu kiçik qələbə kimi qələmə verməyə çalışdılar. Kiçik qələbə edirsə, nədən bu ərazidə bu qədər itkiyə məruz qaldınız? Aha, bəli. İndi başqa bir məsələ, Azərbaycanın bu plazdarmlardan istifadə etməklə düşmən təxribatlarına cavab reaksiyası. İlk dəfə olaraq müharibənin 6 saat, başlayandan 6 saat sonra artıq Azərbaycanın 8 kəndi azad edilmişdi. Ağdərə istiqamətində də düşmənin mövqeyi yarılmışdı. Cəmi 44 gün ərzində bir gündə dayanmadan humanitar atəş, qısa müddətli atəşkəsi nəzərə almasaq, Azərbaycan ordusunu bir gün belə öz mövqeyində dayandıra bilmədi. Düşmən günü-gündən daha çox itkilərə məruz qaldı, daha çox fərarilər qazandı və nəticə etibarilə müharibənin ilk həftəsi ərzində artıq Cəbrayıl rayonu mərkəzində Azərbaycan bayrağı dalğalanırdı. Bundan sonra ordumuzu Füzuliyə daha yaxın idik, amma biz Füzuliyə deyil, Cəbrayıldan Hadruta keçdik. Buna görə də düşmən bizi Füzulidən gözləyərkən artıq Azərbaycan Hadrut şəhərini azad elədi və Füzulini hər iki tərəfdən, həm Hadrutdan, həm də ön tərəfdən, yəni Horadi istiqamətindən vurmaqla Füzulidə ağır döyüşlərin getdiyi, ən çox getdiyi ərazilər buralar idi. Ayrı-ayrı kəndlər də vardı, ağır döyüş gedirdi. Amma bu rayonların azad edilməsi artıq düşmənin eşelonlaşdırılmış müdafiəsinin yarılması, üstəgəl bu ərazidə müdafiə və belə deyək, düşmənin qarşısını almağa yönəlmiş qərargahların, qərar qəbul edən məntəqələrin sıradan çıxması, diviziya qərargahının belə daha arxaya köçürülməsi ilə qutardı ki, bu da bizim qələbəyə inanımızı artırır. Hər gün yeni kəndlər, yeni ərazilər. Diqqət etsəniz, Hadrut azad edildikdən sonra bizim artıq bir və ya iki rayon deyil, bəzən 3-5 rayon istiqamətində ərazilər azad etdiyimiz barədə rəsmi məlumatlar verilirdi. Təbii ki, qələbəmizin zirvəsi Şuşa döyüşlərdir, bu dünya hərb tarixində görünməmiş bir şeydir. Əsas element nədir? Niyə görə görünməmiş? Çox dağ şəhərləri var ki... Niyə həlledici oldu? Həlledici ona görə idi ki... Şuşa əməliyyatları niyə həlledici oldu? Ermənistandan gəlib, Laçından keçərək Qarabağa gedən əsas yol məhz Şuşadan keçib Laçına gedirdi. Şuşanın nəzarətə götürülməsi artıq Qarabağda qalan qruplaşmanın
belə deyək, mühasirədə qalması, böyük bir mühasirədə qalması ilə nəticələnir ki, həmin gündə Ağdam, Kəlbəcər, Xocalı və Xankəndində ümumilikdə 18 min qoşun qalmışdı. Biz o qoşunları bağışladıq müharibə vaxtı. Biz onları rahatlıqla mühasirədədirlər. Şuşada bizdə isə onları orada necə deyərlər, boğmaq, məhv etmək, əsir götürmək heç bir problem təşkil etmirdi. Amma yenə də Azərbaycan humanistik nümayiş etdirdi. Onlara Naxçıvana iki tərəfli yolun açılması müqabilində onların biz deyək həyatını bağışladıq. Amma bugünə qədər də hələ də onlar yerini itirməyiblər. Hər bir halda Ali Baş Komandanımız bu prosesi bir siyasi Grossmeister kimi addım-addım irəliyə doğru apardı. Şuşa əməliyyatının unikallığını bir daha vurğulayaq. Dünyada belə bir şey olmayıb ki, hərb tarixində. Artilleriya və aviasiyadan istifadə etmədən, pilotlu və pilotsuz aviasiyadan istifadə etmədən, ağır texnikalarla, zirehli vasitələrlə, artilleriya sistemləri ilə və 3 dəfə artıq canlı qüvvə ilə müdafiə olunan bir qaya üzərində qala şəhərini Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin 3 taboru kiçik qruplarla şəhərə arxa tərəfdən sızmaqla Şuşa şəhərini azad elədilər. Bəli. Və bu əməliyyatı bugün dünyanın bir çox hərbi məktəbləri öyrənirlər. Amma hələ də belə bir əməliyyatın təlimdə tətbiqinə dair nümunələr əlimizdə yoxdur. Nümunə yoxdur. Çünki insanın bəlli bir fiziki daşıya biləcəyi yükün bir miqyası var, miqdarı var. Belə bir çətin relyef, çətin şərait, dumanlı hava, üstəgəl illərlə möhkəmləndirilmiş bir maneələr var. Üstəgəl şəhərin özü bir maneədir. Şuşanın yerləşdiyi coğrafiya özü bir dağ, dərə və 3 dəfədə artıq qüvvə. Yollar onların əlindədir. Yəni həm Xocalıya yollar açıqdır, Kəlbəcər yolu bağlansa da, amma Laçın yolundan əvvəlki daşınmalar bu ərazidə toplanıb. Yəni Şuşanın təminat təchizatına müəyyən qədər hələ ki şərait var. Amma hər bir halda biz 7 noyabr tarixində artıq Şuşaya daxil olduq, döyüşlər getdi, əks hücumlar və s. 8-də isə artıq Şuşa üzərində Azərbaycanın bayrağı dalğalanır və cənab prezidentimiz də çoxdan gözlədiyimiz o möhtəşəm tweeti ilə xalqımızı, dostlarımızı, müttəfiqlərimizi sevindirdi.